Adamlar var, göydə fəxr edirlər. Allah fəxr edir ki, baxın bəndəm yerdə yol gedir. Ay, ulduz ona təzim edir və onu hiss edir, görür. Adam var, o qədər qüdrət verib Allah ona, ayağı bir qəbristana dəyir, Allah qəbristan əhlini hamısını onun hörmətinə, ayağının hörmətinə bağışlayır. Belə insan ol adam, belə yaşayan. Şeyx Mürtəza Zahid haqqında mən keçmişdə sizə danışmışam. Bir nəfər günahkar bir adam idi. Ömrünün bir hissəsindən sonra tam dəyişdi. Olur da bəzi adamlar olur, birdən inqilab olur içində, daxilində. Tam dəyişdi, deyir, gözəl bir insana çevrildi. Soruşdular ki, sən necə oldu, belə oldun? Dedi ki, bir cənazə məni diriltdi, bir ölü məni diriltdi. Dedilər, necə? Dedi, gördüm ki, cəmaat toplaşıb, dedim, nə olub? Dedilər, bir nəfər alim, Şeyx Mürtəza Zahid dünyadan köçüb. Dedim, gedim yaxınlaşım, baxın, maraqlıdır da cəmaat yığışıb, böyük alimdir, millət yığışıb. Gördüm, cənazəni belə qaldırırlar, cənazəyə baxdım, onun cənazəsinin təsirindən, bilmirəm, izah eləyə bilmirəm, heç sizə görmədim, onun cənazəsini qaldırırlar, mənim ölü ruhum dirildi, deyirdi, bir ölü bədən vasitəsilə diriliyi əldə elədim. Qüdrətə bax, Allah göstərmək istəyir ki, görün, bu nə qədər qüdrətli insandır. Həmin onun haqqında deyirlər ki, özü deyirdi ki, sübh namazında səs eşidirəm ki, deyirlər ki, Cənab Mürtəza dur, hər gün. Təsəvvür gücə bax, mələklər bizə nağıl kimi gələ bilər. Sən Allah danışır, vallahi həqiqət budur, nağıl bizim yaşadığımız həyatdır. Nağıl budur, reallıq odur. Biz reallıqla nağılın yerini qarışdırmışıq. Xəyal aləmində yaşayır, belə şeylərdən danışırsan, nağıl danışırlar. Deyir ki, hər gün gecə namazına mələyin səsini eşidirəm, Cənab Mürtəza, durun zəhmət olmasa, oyanın sübh namazına. Bəzi günlər deyir, mənə deyir ki, Mürtəza, görün, hər şeyin hesab kitabı var. Bəzən deyir, xüsusi hörmətlə durğuzur. Bəzən deyir, Mürtəza, dur ibadətdə. Deyir, araşdırıram, görürəm ki, o günlərim ki, yaxşı keyfiyyətli keçir, onda hörmətlə müraciət edir. O günlər ki, biraz boşluqlarım olur, yenə də hörmətli deyə, amma biraz müraciətində görürəm ki, ehtiram azdır da bir qədər. Və bu məqamlar, bu hallar insan üçündür, insanın məqamı üçündür. İnsan bu məqamlar üçündür, yəni.